Novruzun 3-cü çərşənbəsi olan Yel çərşənbəsi Şəkinin Kiş kəndində xüsusi coşqu ilə qeyd olunub. Kənd sakinləri əsrlərdir qorunub saxlanılan adət və ənənələri yaşatdıqlarını bildirirlər. Onlar bu dəfə Yel çərşənbəsini qədim Kiş Alban məbədinin ətrafında qeyd ediblər. Yel çərşənbəsində evlər təmizlənər, yorğan döşəklər çölə atılar, havaya verilər. Qız gəlinlər bulaq başına gedər, qulaq falına çıxar. Yel çərşənbəsinin özünə məxsus bir xüsusiyyəti var ki, burada deməli qulaq falına gedəndə söyüd ağacının altında gedib niyyət edərlər. Gözləyərlər ki, axşam olsun söyüd ağacının budağı torpağa dəysin və onu yel sirkələyərək torpağa gətirsin və bunda sevinərək arzunun, niyyətin qəbul olduğunu bilərlər. Yel çərşənbəsində deyilənə görə bu gün torpaqlar şumlanır, artıq əkin-biçin işlərinə başlanır, təbiət oyanır, hətta belə deyirlər ki, külək dağları belə titrədir. Biz uşaq ikən hələ yadımdadır ki, bizim nənələrimiz, bibilərimiz yorğan döşəkləri havaya, çölə sərirdilər ki, yel bütün xəstəlikləri, ağırlıqları, uğurluqları aparsın. Tonqallar yanırdı. Ağırlıqları, uğurluqları yel aparsın, getsin deyirdilər həmişə. Yel çərşənbəsində əkinçilər əsasən güləmbər də adlandırırlar. Bu da o deməkdir ki, deməli suvarılmış sahələrdə toxumların səpilməsi üçün çotanlar, xışlar, baltalar, kəsici alətlər hamısı hazır vəziyyətə gətirilir. Arpa və buğdaların deməli quyularının ağzı açılarmış ki, əkinçiliklə məşğul olsunlar və öz ruzi bərəkətlərini toplamağa başlasınlar.